Verilişin baş sponsoru Modern Hospital, sponsorlar Bello yolcu vasitələri və Biosens şampunu. Salam, hər vaxtınız xeyirli olsun, dəyərli izləyicilərimiz. Sağlıq olsunun bugünkü buraxılışı da efirdədir. Diqqətiniz bizdə olsun, ona görə ki, sizi bugün də biri-birindən maraqlı mövzular gözləyər. Və həmişə olduğu kimi verilişimizə başlamamışdan əvvəl bir daha nəzərinizə çatdırmaq istəyirəm ki, siz Sağlıq olsun proqramına Modern Hospitalın baş sponsoru ilə baxırsınız. Əgər siz həyatınızda hər hansı bir xəstəliyə düçar olmuşsunuzsa və modern müalicəyə ehtiyacınız varsa, bilin ki, seçəcəyiniz ən doğru ünvan Modern Hospital ola bilər. Verilişimizin sponsoru saç tökülməsi əleyhinə təbii vasitə olan Biosens saç şampunlarıdır. Hörmətli izləyicilərimiz, nəzərinizdə saxlayın ki, Biosens saç şampunlarının tərkibində heç bir kimyəvi qatqı yoxdur. O, əsl təbii vasitələrdən düzəldilmişdir. Və əgər sizdə saç tökülməsi problemi varsa və bunun əsas səbəbi orqanizminizdə olan hər hansı bir xəstəlik deyilsə, gündəlik həyatınızda Biosens saç şampunlarından rahatlıqla istifadə edə bilərsiniz. Verilişimizin növbəti sponsoru Bello yuyucu vasitələridir. Bello yuyucu vasitələrinin sizə təqdim etdiyi geniş çeşidli məhsullar xanımlarımızın gündəlik həyatında onlara çox yaxından kömək edir. Və nəzərinizdə saxlayın ki, Bello yuyucu vasitələri əsl Azərbaycan keyfiyyəti olmaqla yanaşı, sizin şəxsi gigiyenanıza 100% zəmanət verir. Əllərinizi Bello maya sabunları ilə yuyun. Dərinizə xoş ətir və mükəmməl təmizlik bəxş edin. Bello, təravəti hiss edin. Çox zaman üzdə və bədəndə müxtəlif səpkilərə, qaşınmalara və bu kimi digər hallara rast gəlirik. Bəzən bunların səbəbi məhz allergiyalar olur. Bunu dəqiqləşdirmək üçün ilk öncə həkimə müraciət etmək lazımdır. Allergiya ətraf mühitin allergen adlanan bəzi faktorlarına, yəni kimyəvi maddələrin, orqanizmlərin və onların həyat fəaliyyəti məhsullarının, qida maddələrinin və s. təsirinə orqanizmin qeyri-adi cavab reaksiyasıdır. Tədqiqatlara əsasən yer kürəsində hər 7 adamdan birində bu xəstəliyə rast gəlinir. Allergiya orqanizmə müxtəlif yollarla daxil olur. Bura dəri, tənəffüs, qida yolları aiddir. İmmun sisteminin patologiyası olan allergiya xəstəliklərinə polinoz, allergik rinit, bronxial asma, atipik bronxial asma, qida allergiyası, dərman allergiyası və başqa növlər aiddir. Polinoz bitki tozu allergiyası deməkdir. Bəzi insanlarda ağaclara, otlara, güllərə, çiçəklərə qarşı nəfəs yollarında qıcıqlanma yaranır. Bu da allergiyanın polinoz növünə aiddir. Bəzən buna fəsli xəstəlik də deyilir. Çünki allergiyanın bu növü ilin müxtəlif fəsillərində gözlərin ətrafının, burnun qaşınması, davamlı asqırma və s. kimi əlamətlərlə özünü göstərir. Daha çox yaz, yay və payız aylarında üzə çıxan xəstəliyin bu növü qış fəslində tamamilə yoxa çıxır. Allergik xəstəliklərin digər növlərindən biri isə allergik rinitdir. Onun törədiciləri məişət allergenlərdir. Ev tozu, kitab tozu, məişət gənəcikləri və digərləri bura daxildir. Əgər sizdə burun qaşınması, asqırma, burun tutulması və axması kimi hallara rast gəlinirsə, deməli siz allergik rinit xəstəliyinə tutulmusunuz. Bronxial asmada allergik xəstəliyin növlərinə aiddir. Qeyd etmək lazımdır ki, bronxial asmanın bütün növləri allergik xəstəlik deyil. Yalnız atipik bronxial asma bura aiddir. Bu xəstəliyin yaranmasına bitki, məişət tozları, heyvan tükü və yunu, insanın düşdüyü qorxulu mühit səbəb olur. Əgər bu əlamətləri yaradan məkanlardan uzaq dursanız, həmin xəstəlik də yox olacaq. Qida allergiyası zamanı müxtəlif qida məhsulları bədəndə səpmə, qızarma, şişmə, boğulma halları yarada bilir. Bu xəstəliyə daha çox meyvə və bostan bitkilərindən istifadə səbəb olur. Allergik xəstəliklər arasında ən təhlükəli olanı dərman allergiyasıdır. Müasir dövrdə bu xəstəlik ən ciddi problemlərdən biridir. Dərman allergiyası dəridə baş verən səpki və qızarmadan başlayaraq hətta ölüm halları ilə nəticələnə bilir. Bu xəstəliyə səbəbsə həkimsiz,
özbaşına qəbul olunan dərmanlardır. Onu da qeyd etmək lazımdır ki, allergiyanın növləri müxtəlif olsa da, bütün allergi xəstəliklər üçün xarakterik olan bir əlamət var. Belə ki, allergenlərlə təmasda olanda xəstəlik özünü biruzə verir. Amma ondan uzaq olduqda xəstəliyin əlamətləri də yox olur. Allergiyanın ilkin əlamətləri burun, boğaz və gözlərdə özünü göstərir. Belə ki, bura burnun axması, gözlərin sulanması və acışması, tez-tez asqırma, dərinin qızarması və qaşınma, baş ağrısı və bu kimi oxşar hallar allergiyanın müxtəlif növlərinə aiddir. Odur ki, allergiyanı yaradan hallardan, məkanlardan həmişə uzaq olmağa çalışın. Sağlamlıq hər şeydən vacibdir. İlk öncə sağlamlığınızı qoruyun. Yəqin ki, anonslardan artıq bilirsiniz ki, bugünkü mövzumuz allergiya həsr olunub. Allergiya elə böyük bir mövzudur ki, həm bir sərbəst xəstəlik kimi deyim və yaxud hər hansı bir xəstəliyin təzahürü kimi deyim, insan orqanizmində iz buraxaraq keçir. Və bəzən insanlar buna fikir vermədən bu xəstəliyə ciddi yanaşmırlar və bu da sonda gəlib çox ciddi bir problemlərlə nəticələnmiş olur. Təbii ki, bugün mövzumuzun daha aktuallığını sizə təqdim etmək üçün, daha təbiiliyi göstərmək üçün studiyamızda allergiya sahəsində çalışan, yəni allergiyalı xəstələrlə tez-tez təmasda olan müxtəlif sahələrdə həkimlər dəvət etmişik və böyük məmnuniyyətlə studiyamızın bugünkü qonaqlarını sizə təqdim etmək istəyirəm. Studiyamızın bugünkü qonağı Modern Hospitalın həkim allergologu Bağırova Zümrüd və həkim dermatologu Ramin Qocayevdir. Hər ikiniz studiyamıza xoş gəlmişsiniz. Zümrüd xanım, siz həkim allergologsunuz. Yəni, düzdür, birbaşa çox vaxt xəstələr sizə müraciət etmir. Bir sıra müxtəlif sahə həkimlərinə müraciət edirlər. Lakin həkim savadlı olanda, bacarıqlı olanda, biləndə ki, bu şikayətin səbəbində hər hansı bir allergiya durur, o halda sizə yönləndirir bu xəstəni və xəstə ilə ilkin də olmasa, ikincili təmasda olan məhz sizlər olursunuz. Bax, ümumiyyətlə, mən istərdim tamaşaçılarımız bizi izləyir. Çoxları allergiyanı ancaq səpki olmalıdır düşünür, ancaq köpəşimə olmalıdır düşünür və yaxud bir qaşınma olmalıdır düşünür. Lakin allergiyanın bir sıra şikayətləri var, insana verdiyi şikayətlər var. Bax, məhz bu gün sizi dəvət etməyimizdən məqsəd odur ki, maksimum bizə verilən bu vaxtdan səmərəli istifadə edək. Allergiyanın hansı növləri var? Allergiyanın hər bir növü özünə məxsus hansı şikayətlər verir? Bu halda nədən qorunmaq lazımdır? Nə etmək lazımdır? Və bu problemin kəskinləşməməyindən ötürü istər həkim tərəfindən, istər müraciət edən pasiyent tərəfindən hansı ilkin addımlar atılmalıdır? Bax, ilkin olaraq allergiyanın hansı növləri var? Ümumiyyətlə, nədir allergiya? Ümumiyyətlə, allergiya təhrif olunmuş immun reaksiya deməkdir. Yəni, immun sistemi bildiyimiz kimi əslində orqanizmi qorunmalıdır. Bakteriyalardan, toksinlərdən, bizə zərər verəcək amillərin hamısından qorunmalıdır. Amma allergik şəxslərdə bu reaksiya bir qədər fərqli olur. Yəni, normalda sağlam insana təsir eləməyəcək maddələrə qarşı, hansı ki biz onlara allergenlər deyirik, allergenlərə qarşı reaksiyalar verir. Və bu reaksiyalar müxtəlif cür özünü göstərə bilər, müxtəlif sistemlərdə özünü göstərə bilər. Məsələn, yuxarı tənəffüs yollarında rinit kimi özünü göstərə bilər, allergik rinit kimi, bronxlarda bronxospazm, asma kimi göstərə bilər və yaxud gözlərdə konjunktivit kimi göstərə bilər, mədə-bağırsaq sistemində özünü göstərə bilər, dəri xəstəliyi kimi özünü göstərə bilər və daha ciddi allergik reaksiyalar şəklində, məsələn, anafilaksiya şəklində özünü göstərə bilər. Yəni, adətən bu xəstəliklər başqa sahələrdə, başqa xəstəliklər adı altında müalicə alınır və heç bir effekti olmur. Çünki xəstəliyinin kökü, etiologiyası əslində müalicəsiz qalır. Sadəcə simptomlar aradan qaldırılır. Allergik reaksiyalar, allergenləri, ən birinci allergik reaksiyalarda allergenlər təyin olunmalıdır və onlardan ilkin olaraq onlardan uzaqlaşdırılmalı və ya ən azı xəstə maarifli olmalıdır ki, o hansı, nəyə qarşı reaksiya verir.
Allergenlər deyiləndə bir neçə cür allergenlər var və bunlar müxtəlif yollarla bədənə daxil ola bilər. Məsələn, bayaq saydığım kimi yuxarı tənəffüs yolundan daxil ola bilər, mədə-bağırsaq sistemi ilə udmaq şəklində daxil ola bilər və ya kontaktla və ya böcəklərin dişləməsi ilə daxil ola bilər. Həm də ki, dərman maddələri ilə, vena daxili iynələrlə qəbul oluna bilər. Reaksiya dedikdə, allergenlər ümumiyyətlə müxtəlif cür olur. Məsələn, ev tozu allergiyası deyirik. Ev tozu, tozun özünə deyil də, ev tozunda yaşayan xüsusi gənələr var. Gənə növü var ki... Bu, məişət allergiyası. Məişət allergiyası. Evin içində olan allergenlər var və evin çölündə olan allergenlər var. Evin içində olan ola bilər ki, ev tozuna qarşı olsun, kif göbələklərinə qarşı olsun və yaxud da ki, heyvan əgər evdə saxlanılırsa, onlara qarşı ola bilər. Eyni zamanda evin içində daxili qəbul etdiyimiz qidalarla da allergiya, həssaslıq da yarana bilər, allergik reaksiyalar da yarana bilər. Evin çölündəki allergenlər daha çox rast gəlinəni adətən mövsümi allergiyadır ki, bura aiddir ağac tozlarına qarşı, yabani otların tozlarına qarşı olan allergik reaksiyalar. Bu da özünü müxtəlif cür göstərə bilər. Məsələn, burun axması, askırma şəklində, gözlərdə qıcıqlanma, qızarma, göz yaşarması, iynə batması kimi hisslərlə göstərə bilər və yaxud da ki, daha kəskin şəkildə asma kimi, bronxospazm kimi özünü göstərə bilər. Çox son, həqiqətən, bax, qeyd edirsiniz, məişət növü var, qidadan allergiya oldu, hər hansı bir dərmana qarşı anafilaksiya oldu, anafilaktik. Hətta bu yaxınlarda bizdə bir xəstə giriş narkozunda propofola qarşı reaksiya verdi və həqiqətən 2 dəfə ürək dayanması, reanimatologlar sağ olsun, onların səyi nəticəsində xəstəni həyata qaytarma oldu və 1 aya qədər komada oldu xəstə. Süni tənəffüs cihazı altında, amma şükür Allaha çıxdı vəziyyətdən. Yəni ölmədi, sinir problemləri qaldı, amma həqiqətən rutin bir halda dünyanın hər bir yerində giriş narkozuna vurulan dərman birdən-birə anafilaksiya verdi. Bu, yəni... Doktor verə bilər, çünki həmin anda xəstə üzəri örtülü olur və xəstə şuurlu olmur. Yəni, nə şikayətlərini deyə bilir və yaxud da ki, gözlə görünəcək bir dəyişiklik hiss olunmur. Bunu ancaq o vaxt hiss eləyə bilirlər ki, intubasiya zamanı, yəni laringospazm o zaman hiss olunur. Ona görə də belə şeylər adətən gözdən qaçır. Çox sağ olun, Zümrüd xanım. Ramin doktor, yəni, İstər həkim olsun, istər tibbdən savadı olmayan bir adam olsun, yəni allergiya termini düşünüləndə ilk növbədə dəridə səpkilərmi, köpəşmələrmi, qaşınmalarmı kimi hallar gəlir və bir çox insanlar dərimdə bir problem var, gedim dermatolog yanına, kosmetolog yanına deyə, yəni sizlərə müraciət edirlər. Bax, mən istərdim bunu açıqlama verək. Zümrüd xanım qeyd elədi allergiyan növlərin, məişət allergiyası, qida allergiyası, dərman allergiyası, çox fəsilə, yəni çoxdur. Bir çox xəstəliklərdən yaranan allergiyalar. Bunların siz tərəfdən hansının hansı təzahürləri var? Hər birində ayrı cür dəridə necə reaksiyalar verir? Bax, bu barədə nə deyə bilərsiniz? Bəli, həqiqətən də geniş bir mövzudur. Allergik xəstəliklərin çox geniş dəri təzahürləri rast gəlməkdədir. Birinci məsələ, bir neçə dəri xəstəlikləri var ki, onlar allergik mənşəlidirlər. Məsələn, söhbət gedir allergik dermatitlərdən, söhbət gedir atopik dermatitdən, söhbət gedir urtikariya dediyimiz bu allergik növlərdən. Sözüm ondadır ki, ümumiyyətlə, dəri təzahürlərinin əlbəttə birinci pasiyent gördüyü problemə qarşı müalicə almaq istəyir. Yəni, əgər onun dərisində hər hansı köpəşik, hər hansı papula, nəsə də varsa da o dermatoloqa gedir və onda müayinə olunur, müalicə almaq istəyir. Ancaq həqiqətən də geniş bir etioloji səbəb olur. Ümumiyyətlə, allergiyalar bu səbəblərin 2 yerə bölmək olar. Ümumiyyətlə, daxili və xarici allergiyalar. Yəni, mədə-bağırsağa bağlı olan, daxili orqanlara bağlı olan və yaxud və s. Bir də ki, ətraf mühitə qarşı olan reaksiyalar. Məsələ bundadır ki, çox geniş yayılan, hal-hazırda Azərbaycanda daha da çox vüsət alınmış kontakt allergik dermatitlər bizim sahəmizdə çox böyük rol oynayır. Burada məsələ söhbət nədən gedir? Yəni, toza və yaxud məişət deməli, hər hansı problemlərinə qarşı allergiyadan başqa
allergiya, eyni zamanda kontakt allergiya da var. Yəni insan hər hansı bir metaldan istifadə etdikdə, hər hansı bir sırğadan istifadə etdikdə, istər o nikel olsun, istər gümüş olsun, istər dəmirdən olsun, həmin yerdə əmələ gələn qızartı, köpəşiklər, sonra çatlamalar, qaşınmalar, eyni zamanda məişət kimyasına qarşı əllərin, ayaqların reaksiyası, ən çox da evdar qadınlarda bu problemlərlə tez-tez üzləşməsi bu dermatoloji, allergiyanın dermatoloji yönüdür. Söhbət ondan gedir ki, ancaq çox vaxt pasiyentlər bizdən kömək üçün belə bir şərtmi deyək, belə bir sual verirlər ki, ola bilərmi ki, biz allergiyadan tamamilə qurtulaq, ancaq mən yenə də o metaldan, o kontakt vasitələrdən istifadə edim. Xeyr, belə bir şey yoxdur. Çünki orqanizmdə, dəridə, ümumiyyətlə, bədənin özünün reaksiyasında həmin metala və yaxud həmin əşyaya qarşı güclü reaksiya var. Yəni, o özünü yad cisim kimi qəbul edir. Yəni, əşyanı orqanizm yad cisim kimi qəbul edib, başlayır reaksiya verməyə. Aydın məsələ ki, ora qan yığılır və burada kimyəvi, morfoloji proseslər gedir. Nəticədə dəridə olan kontakt dermatit dediyimiz problem əmələ gəlir. Söhbət nədən gedir? Yəni, söhbət ondan gedir ki, baxırsan ki, pasiyentin əşyanın kontakt olduğu yerdə kənarları tamamilə xəritə formasında sanki elə bir negativi vurulubdur həmin nahiyə. Deməli, kənarları çox kəskin, dəridən qabarmış, qaşınma ilə müşahidə olunan, ödemli bir şəkil meydana gəlir. Bu şəkil sırf həmin əşyaya qarşı olan reaksiyadır. Ancaq gələcəkdə bu müalicə etdikdə aydın məsələdir ki, birinci növbədə kontaktdan uzaqlaşmaq lazımdır. Yəni, o kontaktı insan özündən uzaqlaşdırmalıdır. Çünki bədəndə olan antitellər buna bir neçə il, bəzən ömrü boyu qalır. Yəni, o reaksiya şəklində qalır. Tez-tez bizə müraciət edirlər. Onlar dizgidroz formasında ola bilər, yəni barmaqların arasında suluqlar şəklində ola bilər. Eyni zamanda əlin üstünün deməli, çat olması, qaşınma verməsi, hətta qan axmaya qədər gedib çıxması. Yəni, xırda çatlar elastiklik pozulur deyə dərinin altında xırda kapilyar sızmaları, qan sızmaları müşahidə olunur. Və xəstə inanın ki, psixoloji cəhətlərdən çox narahat olur. Eyni zamanda orqanik olaraq deməli, o ağrı, o qaşıntı onu çox narahat edir. Və nəticədə müraciət bəzən gecikir. Elə formada gəlirlər ki, artıq dəri qalınlaşmış olur, dəridə çatlar daha dərin olur və bunun müalicəsi aydın məsələdir ki, bir həftəyə 10 günə baş vermir. Burada gərək bir ay xəstə nəzarətdə olsun və həmin kontakt vasitələrdən uzaq olsun. Çox üzr istəyirəm, söhbətimizə kiçik ara vermək məcburiyyətindəyik. Çünki sırada reklam fasiləmiz var. Reklamları izləyək, sonra söhbətimizi davam etdirərik. Məişət kimyasının tərkibində çox abraziv, aqressiv, lauril sulfat və digər maddələrlə təsis olunmuş komponentlər yerləşir, inqrediyentlər var. Bunlar dəriyə hər hansı bir kontakt zamanı çox güclü reaksiya yaradırlar. Dərinin üst qatı olan səthi aktiv maddə deyirlər ona, emulgator. Yəni bizi ətraf mühitdən qoruyan yağ təbəqəsi deyək. O yağ təbəqəsini bunlar yuyub aparırlar. Nəticədə dərinin müdafiə funksiyaları aşağı düşür və artıq o reaksiyalar ikinci olaraq başlayır. Belə halda nəmləndiricilərdən düzgün istifadə eləməməyimiz, eyni zamanda uzun müddət sulardan istifadə etməyimiz bu daha da xəstəliyin dərinləşməsinə gətirib çıxardır. Və aydın məsələdir ki, belə halda evdar qadınlara bunu başa çalmaq və onları əməl eləməsinə nail olmaq çox çətindir. Çünki onlar bu işlərdən birbaşa kontakta girirlər deyə mümkün olmur. Məişət əlcəklərindən istifadə etdikdə belə, bəzən baxırsan ki, lateks olur tərkibində ikinci allergiya başlayır. Yəni, çox geniş yayılmış bu kontakt allergik dermatitdə təcili olaraq həkim yanına getmək lazımdır. İlkin müayinə və müşahidələrdən sonra müalicə təyin etdikdə daimi effekt almaq olur. Aydın məsələdir, almaq olur. Bir də çox geniş yayılmış, üzr istəyirəm, bu dəmir və yaxud gümüş və yaxud hər hansı bir metal allergiyaları axır vaxtlarda çox geniş yayılmış. Biz bu bijuteriyalardan istifadə etdiksə, istər qadınlar, istər oğlanlar, hər hansı bir remendən, yəni kəmərdən istifadə etdikdə, istər qarın nahiyəsində, göbək nahiyəsində xaricdən təsiz olunmuş, yəni belə reaksiyası görünən allergik dermatitlər çox tez-tez müşahidə olunur. Çünki onların mənşəyi bilinmir, bəzən o bijuteriyalar
daşların, bəzən o metalların reaksiya verir və orqanizmdə o deməli allergik dermatit əmələ gəlir. Bir balaca istərdim məlumat verəm, bu atopik dermatitdən bu çox geniş yayılmış allergik xəstəliklər qrupuna aid olan bir xəstəlikdir. Yəni dəri təzahürü olan bir xəstəlikdir. İnsanın xüsusi lokal yerləri var. Boyun nahiyəsində, bilək nahiyəsində, diz nahiyəsindən aşağı, deməli kürək nahiyəsində qaşınmalarla, dərinin qalınlaşmasıyla müşahidə olunan quru deməli çatlamalarla müşahidə olunan quru bir lezyondur. Yəni dəri səpkiləridir. Burada məsələ nədir? Allergiya verdikdən sonra pasiyent başlayır özünü qaşımağa. Qaşıdıqca dəri başlayır qalınlaşmağa. Dəri qalınlaşdıqca biz elastikliyi itir. Aydın məsələdir ki, cüzi bir hərəkət elastikliyi itən yerdə çat yaradır. Xırda mikroçatlar yaradır, bu da ikincili qaşınma verir. Və belə halda çox xroniki qaşınmalar pasiyentlərimizi narahat edir. Çox sağ olun, Ramin doktor. Siz xüsusilə vurğuladınız kontakt dermatitlər. Yəni hər hansı bir əşyaya qarşı. Yəni insanın həyatında, məişətdə istifadə etdiyi, istər yuğucu vasitələrim olsun, istər taxdığı zinət əşyalarım olsun, bunlara qarşı insanın bədəninin reaksiyası. Təbii ki, hər bir xəstəliyin müalicəsi də bu xəstəliyə səbəb olan vasitənin aradan qaldırılmalıdır. Birinci növbədə. İlk növbədə, məsələn, insan hər hansı bir üzüyü taxırsa və ona qarşı allergiya varsa, ilk növbədə o üzüyü barmağından çıxart demək lazımdır. Mütləq. Bəlkə də başqa metal növü ilə dəyişsə, heç o reaksiya verməyəcək. Verməyə bilər, Təbii ki, yəni insanda buna qarşı allergiya var. Bu kontaktla, yəni birbaşa təmasda olmaqla bədənin dərisinin bu allergiyinə qarşı reaksiyasıdır. Bax, Zümrüd xanım, İstərdim xəstəliklər hansı allergiyaları verir? Xəstəliklərdə allergiyalar özlərini necə göstərir? Bax, bunu ayrıntılı şəkildə vurğulayaq. Diaqnoz ilk növbədə diaqnoz qoyarkən buna xüsusi diqqət yetirmək lazımdır. Çünki allergik xəstəliklərin əksəriyyəti somatik xəstəliklər fonunda, yəni simptomlar əksəriyyəti somatik xəstəliklər fonunda çıxır. Məsələn, birləşdirici toxuma xəstəliyi ola bilər, autoimmun proseslər ola bilər, yəni endokrin pozğunluqlar fonunda ola bilər, müxtəlif hormon dizbalansı şəklində ola bilər. Eyni allergik reaksiya kimi gedir, amma allergik müalicəni götürən xəstə həmin sağalmır. Çünki mənşəyində, simptomların mənşəyində somatik xəstəliklər durur. Amma ola da bilər ki, sırf immun reaksiya kimi özünü göstərsin. Bu zaman artıq immunoterapiya effekt verir və yaxud da ki, həmin simptomlara yönəlik xüsusi terapiya effekt verir. Bu nəyə diqqət vermək lazımdır? Xəstələr birinci sualı o olur ki, mən sağalacağam mı? Yəni, nə vaxt sağalacağam? Necə, nə qədər müddət dərman qəbul etməliyəm? Xəstələr başa düşməlidir ki, bu proses, yəni, onların immun sisteminin artıq xarakteridir. Necə xasiyyətlər fərqlidir, immun sistemlər də fərqlidir. Orqanizmin bir şeyə verdiyi cavab reaksiyası da fərqlidir. Onlar qəbul eləməlidirlər ilk növbədə bunu. Sonra başa düşməlidirlər ki, bu fərqli olduğu üçün həmişə onlarla davam edən bir prosesdir. Ancaq o halda qarşısı alına bilər ki, xüsusi bədənin həssaslığının azaldılması nəticəsində alına bilər. Bu da ki, uzun müddət sürən 3 illik, 5 illik müalicədir. Amma ki, yəni bir dəfiyə dərman antibiotik atsın, xəstə düzəlsin, belə bir şey olmur. Ən azı bəzi hallarda aylarla, 3 ay, 5 ay, 6 ay davam edən, bəzən isə illərlə davam edən kontrol müalicədə olanda xəstə heç simptomlar o qədər ağır da özünü göstərmir və bəzən sağlam insanlardan heç bir fərqi qalmır. Çünki allergik xəstəliklər orqanik dəyişikliklər törətmir ilk başlanğıcda. Sadəcə olaraq funksiyalar dəyişilir. Məsəl üçün, dəridə urtikər allergik övrə zamanı övrə olur, varkən simptomlar var. Amma övrə getdikdən sonra dəri yenə də öz əvvəlki vəziyyətində olur. Və yaxud da ki, asma xəstələrində bronxlarda spazm olur, şişkinlik olur, içərisi bəlğəmlə dolmuş olur, xəstə çətin nəfəs alır. Amma vəziyyət aradan qalxdıqdan sonra yenidən sağlam insandan heç bir fərqi qalmır. Onu ilk etaplarda müalicə aparıldığı zaman xəstə artıq orqanlarda orqanik dəyişikliklər, üzvü dəyişikliklər, yəni geri dönməyən proseslər olmur. Buna görə də həmin xəstələr normal yaşlanan xəstələrdən eyni şəkildə xəstə. Yəni qorxulu bir şey deyil. Sadəcə bəzi hallarda allergik reaksiyalar
həyati risk daşıyır. O zaman ki, məsəl üçün angioödem zamanı daha qorxuludur, anafilaksiya zamanı daha qorxuludur və yaxud asmatik kontrolsuz asma zamanı daha qorxuludur. Çünki bu zaman xəstə birbaşa həyatını itirə bilər. Amma yerdə qalan hallarda xəstə özünü maarifli şəkildə bilsə ki, nədən qorunmalıdır, hansı allergendən nə cür qorunmaq lazımdır və davamlı kontrolda olanda o artıq yəni heç bir sağlam insandan heç bir fərqi qalmır. Allergenlərdən qorunmaq yollarından bir qədər danışmaq istəyirəm. Məsəl üçün, uşaqlarda daha çox rast gəlinir, atopik dermatitlər rast gəlinir və ya qida allergiyaları rast gəlinir. Elə atopik dermatit də çox vaxt qida mənşəli olur. Bu da nəyə bağlı olur? Bəzən belə bir, düzdür, sübut olunmamış, amma fərziyyə, nəzəriyyə olaraq belə şeylər var. Ana südü ilə bağlı, qidalanma ilə bağlı, sonra uşağın erkən allergik qidalarla qarşılaşması ilə bağlı nəzəriyyələr var ki, həmin halda uşaqlar daha çox allergik reaksiyalar verirlər. Yəni, ana südü əmən uşaqlarda mı, əmməyən uşaqlarda mı? Əmməyən uşaqlarda daha çox allergik çox olur. Daha çox olur. Yəni, ana südünün həqiqətən anti-allergik reaksiyası var. Bir də ki, sübut olunub belə. Bəli. Bir də məsəl üçün, qadın hamiləlik zamanı yediyi qidalar uşaqda heç bir dəyişiklik, yəni gələcək həyatında uşaqda rol oynamır. Amma süd verən qadın əgər bilirsə ki, uşağı tutaq ki, allergiyalıdır, atopik uşaqdır, o zaman qidasına o da diqqət eləməlidir. Yəni, südlə də allergenlər keçə bilir. Amma süd yeyən uşaqlarda allergiyanın olmaq ehtimalı çox azdır. Bir də ki, uşaqlara əlavə qidaya keçiləndə ən aşağı allergik ehtimalı olan qidalardan başlamaq lazımdır. Məsəl üçün, bura birinci biz daxil edirik, meyvələri və tərəvəzləri daxil edirik. O da bir şəkildə, yəni bir meyvə və ya bir tərəvəzin şəklində olur ki, əgər ona qarşı uşaq reaksiya versə, məlum olsun ki, nədən oldu. Yoxsa qarışdırıb hər meyvədən Qarışıq süd şəklində versək, qaşa eləsək, onda bilinmir uşaq. Yəni, uşaq səpir, amma məlum olmur nədən oldu. Və yaxud da ki, ən çox uşaqlarda allergiya törədən məhsullar süd məhsullardır. Əsasən də inək südü. İnək südünə tez keçilməsi uşaqlarda bir çox allergik reaksiyalar, bronxospazm da verə bilər, atopik dermatit də verə bilər. Daha sonra, məsəl üçün, narıncı, məsəl üçün, kök götürək, narıncı meyvələr və sitrus meyvələr, bunlar uşağa yaxşı olar ki, heç verilməsin 2 yaşına qədər. Daha sonra allergen daha sıx qarşılaşılan balıqdır, yumurtadır, toyuq əti, hətta qırmızı ət də ola bilər. Yəni, ətə yaxşı olar ki, əgər uşaq atopik uşaqdırsa, allergiyası varsa, yaxşı olar ki, 1 yaşından sonra başlansın. Və o müddət ərzində ana südü alırsa, daha yaxşı olar. Və qida şəklində qəbulu uşağın gələcəkdə də, əgər atopik dermatiti varsa uşaqda artıq, onu artıq başqa allergenlərdən də qorumaq lazımdır. Çünki başqa xəstəlik də çıxa bilər. Çünki artıq onun immun reaksiyası pozulub o uşağın. Yəni, atopik dermatiti olan uşaqlarda gələcəkdə bronxial asma olmaq ehtimalı daha yüksəkdir, nəinki sağlam uşaqlarda. Evdə də uşaq, məsəl üçün, allergenlərdən nə şəkildə qorunmaq olar? Ev içində ev tozu allergenlərindən necə qorunmaq olar? Gənə dedik bayaqlarım, ev tozunda yaşayan gənələrin ifrazatlarına qarşıdır biz allergiya veririk. Yəni, allergik insanlar reaksiya verir. Bunlar da harada, nəyi sevirlər? Rütubətli şəraiti otaqda sevirlər ki, adətən, yəni, otağın havalandırması pissə, demək ki, orada rütubət var. Və bir də isti, yəni çox isti mühitdə 25-30 dərəcədə onlar çox rahat yaşayırlar. Və harada yaşayırlar? Yun, yorğan döşəkdə və ya xalçada, yəni yumşaq hər şey, yumşaq oyuncaqda, pərdələrdə, toz yığan hər şeydə həmin gənələr var. Ona görə də maksimum çalışmaq lazımdır ki, ən azı yatdığımız otaqda əşya ən aza endirilsin. Toz yığan hər əşya otaqdan çıxarılsın. Yumşaq örtüklü əşyalar başqa otaqlarda olsun. Sonra bizdə çox sevirlər yük yığmağı. Yük də, yəni heç onda yatmasan da o daim oradan gənə saxlayır, yəni allergen verir bizə.
O ən azı onun üzərini qalın bir şeylə örtmək olar və yaxud da ki, evi tez-tez təmizləmək lazımdır. Əgər evdə allergiyaya həssas adam varsa və yaxud evdə otaq bitkiləri saxlayırıq. Onlar da eyni şəkildə allergenlər buraxırlar havaya. Kif də o şəkildə nəmişlik sevir, kif göbələkləri nəmişlik sevir, isti sevir. Hətta bəzi kif göbələyi növləri var ki, bizim soyuducularda yaşayırlar, kondisionerlərdə yaşayırlar. Ona görə də yəni təzə bir şey var, qapalı bina sindromu, yəni xəstə bina sindromu deyilən bir şey var. Hansı ki, heç bir havalandırma olmur, ancaq süni ventilyasiya olur. Həmin yerdə insanlar daha çox allergenlərlə üz-üzə qalırlar, ələlxüsusda kiflərlə. Ona görə də onlar daha ağır keçirdirlər bu şey, allergik reaksiya. Çox sağ olun. Ramin doktor, sizin əlavəniz varmı? Doktorumuz gözəl buyurdu. Ancaq bir şey də var, son zamanlar dərman allergiyaları artmışdı. Dərman allergiyaları çoxalmışdı. Biz hər bir dərmanın instruksiyasını hər bir şəxs oxusa görər ki, orada əlavə təsirlər kimi, əks təsirlər kimi allergiya, ürəkbulanma və s. şeylər qeyd olunmuşdur. Ümumiyyətlə, hər bir dərman vasitəsində həkim seçdikdə, istər xəstə özü birbaşa qəbul etdikdə test eləmək lazımdır. Biz bu inyeksiyalar zamanı, bu sınaq məsələsi prob deyirik də belə. Bu çox geniş, aktual bir mövzudur, çox geniş yayılmışdır. Həqiqətən də bəzi dərman vasitələrini test etmək lazımdır. Bəzən müəyyən bir dərman vasitəsində adi antiallergik dərman belə allergiya verə bilər. Yəni, çox qəribə bir təzad var burada. Mən bir şey nəzərə çatdırım ki, məsələn, olub belə bir hadisələrlə rastlaşmışıq. Xəstə adi üzünə nəmləndirici bir istifadə edib, hər hansı sürmələrdən istifadə edib, hər hansı bir dodaq boyasından istifadə edib və allerji fonda bizə qayıdıb gəlibdir və dermatoloji həqiqətən də problemləri olubdur. Belə hallarda çalışmaq lazımdır ki, seçilən hər bir vasitə mənşəyi məlum olsun və eyni zamanda o test olunsun. Yəni, hər bir kəs onu edə bilər. Müəyyən bir sınaq zamanı deməli, hər hansı bir reaksiyanın olub-olunmasını müşahidə etmək olar. Necə? Bədəndə olan deməli, hemorrajik qaşıntılarla müşahidə olan hər hansı bir səpki, hər hansı bir deməli, qipidemiya artıq reaksiyanın olduğunu göstərir. Hətta sınağa qarşı, inanın natrik olaraq qarşı bəzən allergiya olur. Bilirsiniz, məndən də yaxşı bilirsiniz. Ancaq mən bir şey demək istərdim. Deməli, dəri təzahürlərindən bir dənə də bir şey əlavə eləmək istərdim. Son zamanlar çox geniş yayılmışdı. Deməli, dermografizm deyilən bir yoxlama üsulu var. Bunu hər bir kəs evdə də edə bilər. Çox üzr istəyirəm, isti su dəyəndə bədənin özündə qızartıların çoxalması və insanın özünün, hətta barmaqlarının izinin belə orada qalması müşahidə olunur. Və bu zaman hər bir o izin neçə dəqiqəyə, neçə saniyə, nə vaxta keçməsi artıq özü allergik reaksiyanın göstəricisidir. Son vaxtları bu isti, soyuq sulara qarşı da reaksiya çox çoxalmışdı. Yəni, həddən artıq çoxalmışdı. Bilirsiniz, sunun tərkibində coddaşma məsələsi, cod sular orqanizmə daha çox, adi məsələ ki, şimdi istila su ilə içilməyəcək də, orqanizmdə cod su daha çox reaksiya verir. Onun tərkibində olan o metal, magnezium və ya digər elementlər bədəndə reaksiyalar yaradır. İstinin özü bəzən angioödema yaradır. Çox üzr istəyirəm. Söhbətimizə kiçik ara vermək məcburiyyətindəyik. Çünki həm sponsorlar təqdim etməliyik, eləcə də reklam fasiləmiz var. Hörmətli tamaşaçılar, verilişimizin bu anında bir daha nəzərinizə çatdırmaq istəyirəm ki, siz Sağlıq Olsun proqramına Modern Hospitalın baş sponsoru ilə baxırsınız. Nəzərinizdə olsun ki, Modern Hospitalda bütün növ instrumental və laborator xidmətlər 7 gün 24 saat sizin xidmətinizdədir. Əgər siz sutkanın istənilən anında qeyd etdiyim müayinələrdən keçmək istəyirsinizsə, heç də düşünməyin ki, hal-hazırda xəstəxanada heç bir həkim yoxdur və heç bir cihaz işləmir. Bilin ki, Modern Hospitalda instrumental və laborator müayinələr həftənin 7 günü 24 saat çalışır. Modern Hospital'dan yeni endirim aksiyası. 70 yaşdan böyük vətəndaşlar, əlillər və təqaüddə olanlar, məcburi köçkünlər, şəhid ailələri, təhsil və tibb işçilərinə, həkim konsultasiyaları, eləcə də bütün laborator və instrumental müayinələrə 20% endirim, müvafiq sənədləri təqdim etməyi unutmayın. Ünvan Xalqlar Dostluğu metrosunun yanı. Telefonlar 012 949 012 570 20 20. Verilişimizin digər sponsoru saç tökülməsi əleyhinə təbii vasitə olan Biosens saç şampunları. Biosens saç şampunların tərkibində heç bir kimyəvi qatqı yoxdur. O, əsl təbii vasitələrdən düzəldilmişdir. Və əgər sizin orqanizminizdə saç tökülməsi problemi varsa
və bunun əsas səbəbi sizdə olan hər hansı bir xəstəlik deyilsə, gündəlik həyat tərzinizdə bu şampunlardan rahatlıqla istifadə edə bilərsiniz. Verilişimizin növbəti sponsoru Bello yuyucu vasitələridir. Bello yuyucu vasitələri əsl Azərbaycan keyfiyyəti olmaqla yanaşı, sizin şəxsi gigiyenanıza 100% zəmanət verir. Bello yuyucu vasitələrinin xanımlarımıza təqdim etdiyi geniş çeşidli məhsulları onlara gündəlik həyatında çox yaxından kömək edir. Əllərinizi Bello maya sabunları ilə yuyun. Dərinizə xoş ətir və mükəmməl təmizlik bəxş edin. Bello, təravəti hiss edin. Bir də bir şey deyim ki, son zamanlar qidaların ümumiyyətlə tərkibi, Xüsusilə süyniliyin artması, təbiiliyin ikinci plana keçməyi. Bəli. Bunlar həqiqətən qida allergiyasını sürətlə artırıb. artırıbdır. Katkı maddəli qidalar daha çox uşaqlarda sevilir. Uşaqlarda reaksiya verir. Biz ona görə biz 1 yaşlı uşaqlara bir qida növü var, 2 yaşlılara bir qida. Orqanizm götürə biləcəyi səviyyədə. Çox qəribə bir şey də var ki, bəzən diatez dediyimiz bir şey var, uşaqlarda tez-tez rastlaşdırır. Onların özünün mənşəyi bəzən elə allergik reaksiya nəticəsində yaranır. Yəni o və diatezli uşaq olub məsələsi sonradan 3-5 yaşında uşaqların şikayətlərinə qulaq asanda baxırsan ki, nə varsa diatez keçirmişdir uşaq. Biz burada məsələ nədir? Məsələ ondadır ki, ana südünün həqiqətən də tayı bərabəri yoxdur. Artıq müəyyən olunub. Ümumiyyətlə, son 20 il ərzində ana südü əmmiş uşaqlar və əmməmiş uşaqların allergik tendensiyası qurulub və görsənib ki, həddən artıq 70%. 70%-ə yaxın süd əmməyən, ana südü əmməyən insanlarda allergiya müəyyən olur. Bu və ya digər növdə. Məsələn, ölkə dəyişə bilərlər, başqa bir ölkənin hər hansı bir edəkdə qeyri-adi bir allergenə qarşı reaksiya verə bilərlər. Və yaxud hər hansı bir meyvəsini qəbul edə bilərlər, allergik reaksiya verə bilərlər. Bax, təzad buradadır ki, ümumiyyətlə, analarımız çalışmalıdır ki, ümumiyyətlə, uşaqları, evlatları ana südündən istifadə eləsinlər. Çox sağ olun. Bax, həqiqətən xeyli vaxtı söhbət edirik də, allergiya növləri, təzahürləri. Əsas məsələ, xəstədə allergiya var. Səpkisi varmı, yoxmu? Öskürürmü, öskürmür? Qızartı mı var, yoxdur? Və yaxud bilmək istəyir, həqiqətən bu allergikdirmi? Nəyə qarşı allergiya? İnsan əziyyət çəkir, amma bilmir ki, nəyə qarşıdır? Amma yoxlanandan sonra bəlli olur ki, evində bir dipçəkgül var, ona qarşıdır. Və yaxud yatağına qarşıdır. Və yaxud hər hansı bir əşyasına qarşıdır. Hər hansı bir toza qarşıdır. Düzdürmü? Bunun da yəqin ki, müayinə metodu var. Necə ki, xəstəliklərin müayinə metodu olduğu kimi, burada da allergenlərə qarşı müayinə metodu var. Bax, Zümrüd xanım, siz bu barədə nə deyə bilərsiniz? Sizin təmsil etdiyiniz modern hospitalda allergenlər nə cür müayinə olunur? Və buna qarşı hansı tədbirlər görə bilirsiniz? Ümumiyyətlə, birinci olaraq xəstənin anamnezindən artıq məlum olur ki, ən azı şübhələnirik ki, bu allergiyadandır və yaxud da ki, başqa bir xəstəlikdəndir. Əgər şübhələniriksə, artıq növbəti etap odur ki, təyin eləmək lazımdır ki, allergen nədir? Çünki bu əhəmiyyətlidir. Nə qədər ki, allergenlə təmas davam eləyir, demək, xəstə nə qədər dərman qəbul etsin, allergen əgər uzaqlaşdırılmayıbsa, onun vəziyyəti yaxşı olmayacaq və ya dərman fonunda sağalacaq, dərmanlar kəsilən kimi yenidən özünü göstərəcək. Buna görə də həm dəri testləri aparmaq olar, həm də qanda spesifik immunoglobulinləri, hansı ki, həmin allergenə qarşı bu xəstənin bədənində sintez olunan əks cisimliklərdir. Onlar təyin eləməklə tapa bilərik ki, hansı nəyə qarşı allergiyası var. Və bundan sonra artıq çox yaxşı, rahat qorunmaq olar. Müalicə fonunda və qorunma fonunda xəstə ümumiyyətlə heç bir simptom üzə çıxmadan normal həyatına davam edə. Yəni, həmin o səbəb aradan götürülməklə problem də artmış, aradan qalxmış olur. Ümumiyyətlə, son vaxtları qida rejiminin pozulması ilə nəticələnən orqanizmdə, bağırsaqlarda uzun müddətli meteorizmin olması, nəticədə xolestaz deyilən, bilirubinin qana bir balaca qarışması ilə bağlı olan bir allergiya növləri çox geniş yayılmışdır. Söhbət nədən gedir? Düzgün qidalanmamaq,
gecələr həddən artıq qida qəbulu və uzun müddətli köplərin olması, yəni meteorizmin olması nəticədə ödün boynunun əyilməsinə gətirib çıxardır, altdan yuxarı, belə desək. Xolestaz deyilən bir problem yaranır. Nəticədə çox bilirubin bir balaca qana qarışır. Yəni söhbət ondan gedir ki, az və ya çox dərəcədə ola bilər. Vacib deyil burada sağlıq olsun və ya digər əlamətlər olsun. Xəstə nə edir? Axşamüstü evə gəlir, əynini dəyişmək istəyəndə ətraf orqanları, yəni ayaq və əllərdə güclü qaşınmalar başlayır. Yəni, inanılmaz dərəcədə qaşınmalar pasientləri o qədər narahat edir ki, hətta onlar onu üst qatını soymağa qədər gedib çıxırlar, yara edirlər, özlərini yara edirlər. Və həmişə ikincili xəstəliklər sonra başlayır. Yəni, piadermiya, ekzema, atopik dermatit artıq bura qoşulur. Dərinin öz tamlığı itdiyi üçün qoşulurlar. Çünki bəzən müayinə edirik, bizim modern hospitalda şükürlər olsun, müayinə üsullarından çox gözəl deməli, tandem qrup müalicə etmək mümkün olur. Məsələn, immunoglobulin Y müayinəsi aparılır. Aydın məsələdir ki, bilirubinlər yoxlanılır. Nəticədə hər halda, hardasa da baxırsan ki, ya qanın tərkibində, ya bilirubinin miqdarında və ya immunoglobulin Y artmış olur. Qalxmış olur, spesifik immunoglobulin Y. Nəticədə baxırsan ki, pasiyentdə problem, sən demə, mədə bağırsaqdaymış. Artıq o terapevtik müalicə ilə paralel apardıqda çox gözəl nəticə əldə etmək olur. Və belə halda birinci tövsiyəmiz xəstəyə olur ki, çalışın qaşımayın, yəni dırnaq vurmayın. Dırnaq vurduqca o daha da aqressivləşir. Onu siz daha da deməli kəskinləşdirir və qaşınmanı sürətləndirirsiz. Nəticədə o baş verir ki, pasiyent artıq dərisi o qədər qalınlaşır ki, ekzema, sulanma belə müşahidə olunur və artıq ikincili olaraq müalicə həmin bu dediyim problemlərə qarşı aparılır. Çox sağ olun, Ramin doktor. Həqiqətən mənə düşünürəm ki, söhbətimiz maraqlı keçdi və tamaşaçılarımız da bundan kifayət qədər məlumatlandılar. Düzdür, bəlli bir çərçivə daxilində böyük bir problemi açmaq, onu təəssüratı ilə xalqa, xüsusilə də böyük bir qism tibbi savadı olmayan insanlara çatdırmaq çox çətindir. Amma ən azından istiqamət vermiş olduq, yəni tamaşaçılarımıza. Və hörmət tamaşaçılar, studiyamızın bugünkü qonaqlarını bir daha sizə təqdim etmək istəyirəm. Studiyamızın bugünkü qonaqları Modern Hospitalın əməkdaşları həkim allergoloq Zümrüd Bağırova və həkim dermatoloq Ramin Qocayev idi. Əgər sizdə hər hansı bir allergik reaksiya varsa və yaxud buna şübhə varsa və yaxud özünüzdə mütəmadi olaraq bədəninizdə səpkilərmi, qaşıntılarmı və həkimlərimiz qeyd edən hallar müşahidə edilirsə və siz bunun səbəbini bilmirsinizsə və bunun nəyə qarşı olduğunda bir düşüncə yoxdursa sizdə, heç bir problem yoxdur. Modern Hospitala müraciət edərək studiyamızda gördüyümüz həkimlərə bu problemdən çox qısa müddət ərzində asanlıqla azad olmuş olursunuz. Və studiyamıza bugün təşrif buyurduğunuza və bu cür maraqlı söhbətinizə görə sizi ilk növbədə bizi izləyən tamaşaçılarımız adından minnətdarlığımı bildirirəm. Çox sağ olun. Çox sağ olun. Təşəkkür ederim. Uşaqlar böyüdükcə ətrafdakı hər şey onların diqqətini cəlb edir. Onlar qarşılarına çıxan hər şeyə toxunmaq istəyir. Bu zaman uşaqlar əşyaların bəzilərindən qalxmaq üçün dayaq kimi istifadə edir. Amma onların dayaq hesab etdiyi hər bir əşya təhlükəli ola bilər. Buna görə də uşaqları nəzarətsiz buraxmayın. Yerə düşmüş kiçik əşyalar da uşaqlar üçün təhlükəlidir. Onlar bu əşyaları uda bilər. Amma təhlükə bununla bitmir. Uşaqlar elektrik cihazları və şnurlarla çox həvəslə oynayır. Belə əşyaları uşaqların əli çatan yerə qoymayın. Uşaqlar sirtmələri açıb oradakı əşyaları götürməyi xoşlayır. Amma sirmədə dərman və ya başqa zərərli əşya olarsa, bu pis nəticələnər. Pərdələr də uşaqlar üçün təhlükəli ola bilər. Onlar pərdəni dartaraq üzərlərinə sala bilər. Bundan başqa, uşaqların sevdiyi əşyaları stolun üzərinə qoymayın. Onlar bu əşyanı götürərkən süfrəni və stolun üzərindəkiləri üzərinə aşıra bilər. Təhlükəsizlik qaydalarına mətbəxdə də əməl olunmalıdır. Kəsici alətləri uşağın əli çatan yerə qoymayın. Qab yuyan şampun, pasta və digər kimyəvi maddələr rəngləri ilə uşaqları cəlb edə bilər. Bunları da uşaqların əli çatmayan yerə qoyun. Şkafda olan ağır əşyalar düşərək uşağın əl və ayağını əzə bilər. Uzun ipi və ya şnuru olan əşyalar da uşaqlar üçün təhlükəlidir. Uşaq qazın üzərində olan isti çay və xörəyə də əl uzada bilər. Buna görə də qazanların qulpunu divara tərəf çevirin. Çaydanı isə qazın divara tərəf olan gözünə qoyun.
Süfrədə olan isti çay, bıçaq və uşağın yeməsi yol verilməyən qidalar da xoşagəlməz hallar yarada bilər. İsti ütünü uşaqların əli çatan yerə qoymayın. Bununla onlar özlərinə zərər vura və ətrafdakı əşyaları yandıra bilər. Güzgü qarşısına qoyulmuş kosmetik vasitələr də uşaqların diqqətini cəlb edir. Bunlarla uşaqlar zəhərlənə və dərilərinə zərər vura bilərlər. Verilişin baş sponsoru Modern Hospital, sponsorlar Bella yolcu vasitələri və Biosense şampunu. Bax belə, hörmətli tamaşaçılar. Sağlıq olsunun bugünkü buraxılışı da bu cür sona çatdı. Sağlığınıza fikir verin, sağlamlığınıza fikir verin. Ona görə ki, həyatınızı komfortla yaşayasınız. Sağ olun, sağlıqla qalın. İnşallah gələn həftə görüşərik.